Salam, hörmətli izləyicilər, videoya xoş gəldiniz. Bu videoda OTK-nın 11-ci siniflər üçün bugün keçirdiyi sınağın izahına baxacağıq. Başlayaq birinci sualdan. X oxu üzrə hərəkət edən cismin impulsunun proyeksiyasının zamandan asılıq qrafiki verilir. Hansı ifadə doğrudur? Bilirsiniz ki, impuls sürətlə yola gedir. Yəni ki, biz hal-hazırda impulsun müəyyən qiymətdən başlayıb artdığını görürük. Belə çıxır ki, sürət də müəyyən qiymətdən başlayıb artır. Yəni ki, bu yeyinləşən bir hərəkətdir. Əvəzləyici qüvvə sıfıra bərabər deyil, var, konstantdır. Yəni F əvəzləyici var ki, sürət dəyişib, təcil olub. Yəni bu yanlış fikirdir. Kinetik enerji dəyişmir, yox. YK bərabər mv kvadratı böl 2-dir. Burada impuls artır, sürət də artır. Hətta p kvadratı böl 2m-lə də baxa bilərik. Kinetik enerji get-gedə artır. Dəyişmir fikri yanlışdır. Əvəzləyici qüvvə x oxu istiqamətində yönəlib, düzdür. Çünki sürətin proyeksiyası müsbətdir. Hərəkət də yeyinləşən olduğu üçün əvəzləyici qüvvənin də proyeksiyası müsbət olmalıdır. Bu doğru fikirdir. Cisim x oxunun əksi istiqamətində hərəkət edir. Xeyr, onun impulsunun proyeksiyası müsbətdədir. Bax, sıfırdan yuxarılardadır. Niyə x oxunun əksinə getsin ki? Cisim elə x oxu istiqamətində gedir. Sürətinin də, həmçinin impulsunun da proyeksiyası müsbətdir. Bu yanlışdır. Cisim bərabər yavaşın hərəkət edir. Yox, bayaqdan nə danışırıq? Bu yeyinləşən hərəkətdir. X oxu istiqamətində yeyinləşən cismin impulsu get-gedə zamanla asılılıq artır. Doğru cavab oldu C variantı. Yayın sərtliyi. Deməli, K bərabərdir. F elastik bölünsün X-dir. Ancaq K F-dən X-dən asılı deyil. Ona görə də dəyişməz. Və K-nın öz düsturu bərk cisim və mayelərin xassələrində keçəcəksiniz. Y bölünsün L0-dır. Burada Y Young moduludur. S sahə, L0-da uzunluq. Hansı halda liftdəki oğlanın çəkisi sükunət çəkisindən böyükdür? Deməli, sükunət çəkisindən böyük P bərabər mc plus A mənasına gəlir. Yəni, təcil yuxarı yönəlməlidir. Baxaq görək hansı hərəkətdə təcil yuxarı yönəlib. Yuxarı yeyinləşən hərəkət. Lift yuxarı hərəkət edirsə, sürəti yuxarıdır. Yeyinləşən hərəkət isə, deməli, təcil də yuxarıdır. Burada çəki artacaq. Aşağı, lift aşağı hərəkət edir. Yavaşlayan hərəkət edir. Onda təcil yuxarı yönələr, yavaşlayan hərəkət daxı. Burada da deməli P bərabər olacaq mc plus A. Bərabər sürətli hərəkətdə yox. Çəki ilə ağırlıq qüvvəsi ilə eyni olur. Aşağı yeyinləşən lift aşağı hərəkət eləyir. Plus da yeyinləşən hərəkət eləyir. Onda təcil də aşağı yönəlir. Burada təcil aşağıdasa mc minus A olur. Deməli bu yanlışdır. 1 ilə 2 doğru cavab da D variantı. Hansı qrafik açıq su hövzəsinin dərinliyində tam təzyiqin dərinlikdən asılılığını ifadə edir? P bərabərdir. P0 üstəgəl ρh-dır. Müəyyən qiymətdən başlayıb artmalıdır da. H-la düz mütənasib asılıdır. Doğru cavab C variantı. Yəni H olmasa belə P0 var. Ona görə müəyyən dəyərdən başlayır. Yəni qrafik buradan yox, müəyyən qiymətdən başlayıb çəkilməlidir. Qabaqdakı plus işarəsinə görə də düz mütənasibdir də, yəni get-gedə artır. İpə bağlanmış cisim harmonik rəqs edir. Cismə hansı qüvvələr təsir edir? Söhbət riyazi rəqqasdan gedir. Burada ipin gərilmə qüvvəsi var. Bir də aşağı doğru mc ağırlıq qüvvəsi var. Bu ikisinin əvəzləyicisi təzədən bunu tarazlıq vəziyyətinə gətirir. Yəni ki, ipin gərilmə qüvvəsi və ağırlıq qüvvəsi təsir edir. Harmonik rəqs edirsə, sinus və yaxud kosinus qanunu ilə dəyişir. Ona görə də sürtünmə qüvvəsi yox. Yəni enerji saxlanır. Bir-birinə iplə bağlanmış cisimlər çəkisiz yaydan asılıb. İpdəki gərilmə qüvvəsinin yayın elastiklik qüvvəsinə olan nisbətini tapınız. Elastiklik qüvvəsi, bax, burada yaranır. Yuxarı doğru qaldırmağa çalışır da, elə bir ki, yayı əvvəlki vəziyyətinə qaytarmağa çalışır. Çünki yay bu cisimlərin təsiri ilə aşağı doğru hərəkət edir. Deməli, birincinin ağırlığı 0,4-ü J-yə vursaq, eləyir 4 Newton. İkincinin ağırlığı 0,1-i J-yə vursaq, eləyir 1 Newton. Yəni, 4 Newton bunun ağırlığı var. 1 Newton da bunun ağırlığı var. Onda elastiklik qüvvəsinin qiyməti olacaq 5 Newton. Belə. İpdə yaranan gərilmə qüvvəsi daxili qüvvədir. Yəni ki, bu qüvvəni sistemə baxanda nəzərə almırıq. Ehtiyac yoxdur. Burada da var, burada da var. İndi bəs onun qiymətini necə tapmalıyam? Tək-tək baxıb tapmalıyam. Ancaq bir cismə baxaraq onun qiymətini tapa bilərəm. Ancaq, məsələn, bu cismə baxım. Bu cismə baxım. Bu cismə yuxarı doğru elastiklik təsir edir 5 Newton və aşağı doğru ağırlığı var 4 Newton. Bir də ipin gərilməsi var. Onda 5 bərabər olacaq T üstəgəl 4. Buradan da alacağım T bərabər olacaq 1 Newtona. Deməli, T də 1 imiş.
T-nin F elastikliyə nisbəti də olacaq 1 bölünsün 5, yəni 0,2. Siz əgər bu cismə də baxsaydınız, yenə də eyni cavab alacaqdınız. Bu cismə hansı qüvvələr təsir edir? Bir ipin gərilmə qüvvəsi, bir də aşağı doğru mg ağırlıq qüvvəsi təsir eləyir. Yəni 1 Newton aşağı doğru ağırlıq qüvvəsi var. Yəni əgər sistem tarazlıqdadırsa, gərilmə qüvvəsi də deməli 1 Newtona bərabər olmalıdır. Elastiklik qüvvəsi bu cismə birbaşa təsir eləmir də dolayı yolla. Çünki elastiklik yay buradadır axı. Ona görə burada 2 dənə qüvvə var. Bir gərilmə qüvvəsi var, bir də aşağı doğru mg ağırlıq qüvvəsi var. O da 1 Newtondan ağırlıqla tarazlaşmalıdır. Hansı ifadələr doğrudur? Əgər cisim mayenin səthində üzürsə, onda Arximed qüvvəsi elə ağırlıq qüvvəsi ilə tarazlaşacaq. Cismin çəkisi üzərində 0-a bərabər olur. 3 doğrudur. Çünki P bərabər P0 minus F Arximeddir. P0 minus F Arximed ilə P0-a bərabər olduğuna görə çəkisizlik halında olur. Cismə təsir edən ağırlıq qüvvəsi Arximed qüvvəsinə bərabərdir. 2 də doğrudur. Cismin sıxlığı mayenin sıxlığından böyükdür, yanlışdır. Əgər cismin sıxlığı böyük olsa, cisim mayedə batar da. Niyə səthində qalsın ki? Onda demək ki, maye bunu qaldıra bilir. Maye böyükdür o cisimdən. Mayenin sıxlığı cismin sıxlığından çoxdur. Belə yaza bilərik də. Arximed ağırlığa bərabərdir. Bunun yerinə yazırsan maye V batan J bərabərdir o cisim və cisim J-yə. Buradan da J-lər gedir. Alırsan ki, maye V batan bərabərdir o cisim və cisim. Və buradan yazırsan cisim bölü maye bərabərdir və batan bölünsün V cisim. Səthində üzür. Bu o deməkdir ki, bir hissəsi batır, qalan hissəsi isə çöldədir. Yəni V batan bölünsün V cisim. Tutaq ki, nə bilim, elə bir ki, olsun tutaq ki, 2-də 1. 2-də 1 olsa, məsələn, onda fikir ver, maye bərabər olur 2 cismə. Tənasüblə. Yəni, bu 2-də 1 olsa. Yəni, mayenin sıxlığı çoxdur. Çox olmalıdır ki, cisim mayenin səthində üzsün. Doğru cavab C variantı 2 ilə 3. Tərpənən blokla qaldırılan cismin potensial enerjisinin dəyişməsinin ipin sərbəst ucunun yer dəyişməsindən asılılıq qrafiki verilmişdir. Delta Y potensial bərabərdir mg delta H yük. Tərpənən blok olduğu üçün ipin yer dəyişməsi yükün yer dəyişməsindən 2 dəfə çoxdur. Yəni, əgər ipin yer dəyişməsi H ip bərabər 80 cm-dirsə, onda H yük, yükün yer dəyişməsi olacaq 40 cm. 2 dəfə az. İndi, Y potensial bərabər mgh-dır. İndi biz buradan M-i tapmaq üçün Y potensialı mg-yə bölməliyik. Yox, mg-yə yox. JH-a bölməliyik. Dəyişməsini. Delta H. Olacaq 2, yox. 20 bölünsün J10-dur. H-daki 40 cm metrə çevir. %40, yəni 0,4 metr. 0,4. Bu da olacaq 20 böl 4. Bu da eləyəcək 5 kiloqram. D variantı. Çeviri üzrə bərabər sürətli hərəkətdə bilirsiniz ki, sürət toxunan istiqamətdə yönəlir. Fırlanma saat əqrəbi istiqamətindədirsə, onda bax, burada sürət yuxarı olacaq bu şəkildə. Təcil də çevrənin mərkəzinə olacaq. Həmçinin qüvvə də çevrənin mərkəzinədir, impuls da toxunan istiqamətdədir. Doğru cavab B variantı. Yuxarı və sağa. Enine dalğanın dalğa uzunluğunu veriblər. Liamp da bərabər 6 metr. Rəqslərin tezliyini 8 Hz veriblər. Yayma sürətini soruşur. Liamp da bərabər VT-dir. O da bərabər V böl new'dur. Tezlik periodun tərsidir. Sürətdə liampdanı new'ya vurmaqla tapılacaq. 6 vur 8 olacaq 48. A variantı. Yer ətrafında dövr edən süni peyk yerə daha yaxın orbitə keçdikdə. V bərabərdir. Kökün altında Jn bölünsün R-dir. Məsafə azaldıqca, onda, daha doğrusu bu yer ətrafında dövr edən R üstəgəl H. Məsafə azaldıqca birinci kosmik sürət artır. Ona görə də impulsu da artar. Sürət artıbsa, P bərabər mv-dən impuls da artar. Kinetik enerji də artar da. YK bərabər mv kvadratı bölünsün 2-dir. Mərkəzi qaçma təcili azalar deyir. Jn bölünsün R üstəgəl H-ın kvadratıdır. Məsafə azalanda bu artmalıdır, azalmaz. Sonra sürət azalar yox, dövrətmə periodu dəyişməz. Dövrətmə periodu periodun kvadratı radiusların kubu ilə mütənasibdir axı Kepler qanununa görə. Ona görə də o məsafə azalanda
O da azalmalıdır, dəyişməz, yanlışdır. Hansı ifadələr doğrudur? Ağırlıq qüvvəsinin işi həmişə müsbət olur. Yox. Əgər sən cismi yuxarı atmısansa, sürət yuxarıdır, ağırlıq qüvvəsi aşağıdır. A bərabər Fs kosinus alfadır. Kosinus alfadakı 180 dərəcədə mənfi bir qiymətini alır. İş mənfi olur. Həmişə müsbət olmur. Aşağı hərəkətdə müsbətdir. Elastiklik qüvvəsi konservativ qüvvədir. Düzdür. 2 dənə qeyri-konservativ qüvvəmiz var. Sürtünmə, müqavimət. Sürtünmə qüvvəsinin qapalı trayektoriyada gördüyü iş 0-a bərabərdir. Əksinə, qeyri-konservativ olduğu üçün qapalı trayektoriyada gördüyü iş 0-dan fərqlidir. Konservativ qüvvənin gördüyü iş qapalı trayektoriya boyunca 0-a bərabər olur. Çünki trayektoriyanın formasından asılı deyil. Yalnız 2. Sürtünmə ilə müqavimət qeyri-konservativdir. Trayektoriyanın formasından asılıdır. Amma ağırlıq məsələn, cismi yerdən atmısan, qayıdıb yerə düşübsə, ağırlıq qüvvəsinin gördüyü iş 0-dır bütün bu proses boyunca. Avtomobilin mühərrikinin gücünün sabit qiymətində dartı qüvvəsi 2 dəfə azalarsa, güc nə idi? Görülən işin, bu işin görülməsinə sərf olunan zamana nisbəti Fs bölünsün T, burada dartı yazıram. S bölü T bərabər sürətli hərəkətdirsə, onda V-yə bərabər olur. Dartı qüvvəsi 2 dəfə azalsa gücün sabit qiymətində. Deməli, V-ni tapsaq olacaq N bölünsün F dartı. Əgər dartı qüvvəsi 2 dəfə azalırsa, sürət onda 2 dəfə nə edəcək? Artacaq güc sabit olanda. Kinetik enerjini də düşünək. mv kvadratı bölü 2 ilə. Əgər sürət 2 dəfə artıbsa, onda kinetik enerji 4 dəfə artar. Çünki kvadratı ilə mütənasibdir. Doğru cavab olar B variantı. X oxu üzrə hərəkət edən cismin sürətinin proyeksiyasının zamanın asılılıq qrafiki verilmişdir. Cisim istiqamətini neçə dəfə dəyişib. Konkret qaydası var. Bilirsiniz ki, əgər qrafik T oxundan yuxarıdadırsa, hərəkət X oxu istiqamətində baş verir. Əgər T oxundan aşağıdadırsa, hərəkət X oxunun əksi istiqamətində baş verir. Çünki sənin sürətinin proyeksiyası müsbətdirsə, X oxu istiqamətində hərəkət edirsən, yəni ki, sağa doğru. Əgər sürətin proyeksiyası mənfidirsə, onda X oxunun əksi istiqamətində hərəkət edirsən. Ona görə cisim 2 dəfə istiqamətini dəyişmişdir. T oxunu kəsib keçən nöqtələrə baxınız. Deməli, tirciyi 12 Newton qüvvə ilə dartdıqda 4 metr bölü saniyə kvadratı təcil alır. Həmişə belə məsələlərdə şəkli çəkib, müşahidə eləyin, görün hansı hadisə baş vermişdir. Deməli, 12 Newtondan dartırlar, A1 bərabər 4 olur. Onda bunun kütləsi neçə imiş? Tirciyin kütləsi 12 bölü 4, 3 kiloqram imiş. Sonra gətirib bunun üzərinə bir dənə də başqa bir cisim qoyurlar. Neçə kiloqramlıq? 1 kiloqramlıq cisim qoyurlar. Onda neçə kiloqram olur o pişi? 1 üstə gəl 3, 4 kiloqram olur. Deyir ki, yenə deyir həmin qüvvə ilə dartın. Yəni 12 Newtona dəymə qalsın. Onda A2 bərabər olacaq 12 bölü 4, bu dəfə 4 kiloqramdır. Çünki üzərinə 1 kiloqramlıq yük qoydular. Təcil olacaq bu dəfə 3. Şaquli dəmir lövhəyə yapışdırılmış kütləsi 300 qram olan maqnit. Gəlin onun kütləsini tapaq, görək ağırlığını tapaq mj ilə. Deməli 300 qram 0,3 kiloqramdır. J də 10'dur. Ağırlığı olacaq 3 Newton. Gəlin qoyaq. Burada da 3 Newton ağırlığı var. Burada da 3 Newton ağırlığı var. Sonra sürtünmə qüvvəsini tapaq. Sürtünmə qüvvəsinin düsturu müMJ deyil. MüN'dir. Ümumi halda müN'dir. müMJ əzbərləməyin də səhv eləyirsiniz. Mü 0,4'dür. Dayağın reaksiya qüvvəsini də testdə veriblər ki 15 Newton'dur. Aha. Bunu da 15'ə vur. Bu neçə eləyəcək? 6 eləyəcək. Deməli, sürtünmə qüvvəsi 6 Newton'dur. İndi istiqamətinə bax. Birinci şəkildə bunu aşağı dartırsansa, onda sürtünmə qüvvəsi hərəkətin əksinə yuxarı olacaq. İkinci şəkildə isə bunu yuxarı dartırsansa, sürtünmə qüvvəsi hərəkətin əksinə aşağı olacaq. Belə. Onda birinci şəkildə bax, bərabər sürətlə hərəkət eləyir deyir də, şərtdə yazıb. Deməli, V konstantdır. Sürətin qiyməti və istiqaməti sabit qalır. Bu səbəbdən də F əvəzləyici 0'dır. Təcil də 0'dır. Aha. İndi baxın. Burada 6 Newton qüvvə var yuxarı doğru. Aşağı doğru da 3 Newton var. Onda bu neçə olmalıdır? 3 olmalıdır da. İkisinin cəmi 6 eləməlidir axı bax. Bu ikisinin cəmi 6'ya bərabər olmalıdır. İkinci şəkildə isə fikir ver. F yuxarıdır. Amma bunlar aşağıdır. 6 ilə 3'ün cəmi F'ə bərabər olmalıdır. Yəni F 9 Newton olmalıdır. İndi uyğunlaşdıraq. Sürtünmə qüvvəsi 6 Newton'da ortaya yazıram. 9 Newton budur. 3 Newton birinci şəkildədir. Reaksiya qüvvəsi hər ikisində 4'dür. Orada yazıb. 4'ü nədir? 15'dir.
F sıxan qüvvə reaksiya qüvvəsidir. Daha sonra maqnitin təcili sıfıra bərabərdir. Bərabər sürətli hərəkət olduğu üçün hər ikisində. Doğru cavabımız olacaq C variantı. Bu tip məsələlərdə bax, maksimal sürətə V0 atılma anındakı sürət maksimum sürətdir. Maksimum sürətlə təyin olunan tam enerjidir. Bu isə kinetikindir. Tamdan da kinetikə çıxanda qalır potensial enerji. Yəni bu bir sadə bir qaydadır. Şaquli yuxarı atılmış cismin kinetik və potensial enerjilərinin cəmi tam enerjidir. YK üstəgəl YP. Tam enerji ya kinetikin maksimumlarıdır. MV0-ın kvadratı bölü 2, P0-ın kvadratı bölü 2M. Bir də nə qaldı? P0, V0 bölü 2. Ya bunlardır, ya da ki, potensial enerjinin maksimum qiymətidir. Yəni mg h max. Belə, tam enerjinin yəni xüsusi düsturu yoxdur. Ya da ki, adi mv kvadratı bölü 2 ilə ortalıqda bir yerdə. Potensialın cəmidir. Belə. Ona görə tamdan kinetika çıxanda qalır potensial enerjinin ani qiyməti. Watt vur saniyənin kubu bölünsün metrin kvadratı. Deməli, watt özü nədir? Güc. N bərabər A böl T. Yəni 1 joule bölünsün saniyə. Joule'un açılışı da kilogram vur metrin kvadratı böl saniyənin kvadratıdır. Bir dənə də saniyəyə vuranda olacaq kilogram vur metrin kvadratı böl saniyənin kubu. Bu wattın açılışıdır. İndi gətirək orada yazaq. Kilogram vur metrin kvadratı böl saniyənin kubu. Yanındakıları da əlavə eləyək. Saniyənin kubu metrin kvadratı. Bu ilə bu gedər, bu ilə bu gedər. Geriyə qalacaq kilogram. Deməli bu kütləymiş. Rho məlumdur. Rho bərabər M böl V'dir. V də bərabər M böl Rho'dur. Əgər Rho məlumdursa, həcmi ölçmək üçün bir dənə tərəzi kifayət eləyəcək sizə. Deməli, çəkisi 120 Newton olan yük asılmışdır. Aha, dayaq bax buradadır. O mərkəzi. Belə. İndi momentlər qaydasını tətbiq edə bilərsiniz tarazlıqda. F'in qolu bax burada dayaqdan olan məsafə. F vurulsun. Verib bizə OA məsafəsini 80, OB məsafəsini 20 verib. F vurulsun, F'in dayaqdan olan məsafəsi qüvvənin qolu 80, bərabərdir 120 vurulsun. Bax, burada da 120 Newton qüvvə var da. 120 vurulsun bu qüvvənin qolu, bax, buradan bura. O da 20'dir. Bunu hesablayırsan, momentlər qaydası ilə qüvvəvi tapa bilirsən. 4, 120 də 4'ü böləndə 30 eləyəcək. Deməli, intensivliyin müəyyən hündürlükdə düsturu belədir. R üstəgəl H-ın kvadratı. Şərtdə bizə verib H R-ə bərabərdir. N bölünsün 4R kvadratı eləyəcək. Y variantı. Nə qədər müddətdən sonra koordinat başlanğıcından keçər? Koordinat başlanğıcı x-in 0 olduğu nöqtədir. Bu 0'a bərabərləşdir. Tap. T kvadratı üstəgəl 2T minus 35 bərabər 0. Aha. Vietlə də kökləri tapa bilərik. T1 bərabər -7, T2 bərabər 5. -7 ilə müsbət 5'i toplayanda -2 verir. Vuranda da ki -35 verir. Viet teoremi ödəndi. Doğru cavab olacaq Y variantı. Mənfi olmaz. Zaman mənfi olmur. Ona görə -7'ni götürmürük, 5'i götürürük. Koordinat başlanğıcı da Y, x müstəvisinə və burada x-i 0 olmalıdır koordinat başlanğıcında. Hansı ifadələr doğrudur? Harmonik rəqsidən yaylı rəqqasın tarazlıq vəziyyətindən aha verilmişdir. AB hissəsi. AB hissəsi haradır? Bax, amplitudu var. Amplitudu olan yerdən bura gəlir. Ora haradır? Ora və buradır. Fikir ver, buradan bura gəlir. Çünki burada amplitud maksimumdur, potensial enerji də maksimumdur. Təcil və qüvvədə. Tarazlıq vəziyyətində isə sürət, kinetik enerji və impuls maksimum olur. İndi bu buradan A-dan B-yə gəlir. Aha. Yəni ki, get-gedə bunlar azalır, bunlar isə artır. Sürətin modulu azalır. Yox, artır. Tarazlıq vəziyyətində sürət maksimum olur. Cisim bərabər yeniləşən. Bərabər yeniləşən yox. Axı təcil dəyişir, bərabər yeniləşən ola bilməz. Cisim tarazlıq vəziyyətinə doğru hərəkət edir, düzdür. A nöqtəsi buradır, B nöqtəsi buradır. Tarazlıqdan kənardan tarazlığa hərəkət edir. Çünki burada amplitud var, amma burada amplitud 0'dır. Yəni koordinatı 0'dır. Əvəzedici qüvvə modulu artır, yox, azalır. Biz dedik axı.
Təcil azalır, qüvvət azalır. Cismin impulsun modulu artır. Hə, o düzdür. Deməli 3-dən 5 doğrudur. 15 dəqiqə ərzində. Dəqiqə əqrəbi deyir. T dəqiqə 1 saat, yəni 60 dəqiqədir. Aha, yol 9 santimetrdir. 15 dəqiqə ərzində hardan hara gəlir? 60 15-in hansı hissəsidir? 15 daha doğrusu 15 60-ın 4-dən 1 hissəsidir. Yəni buradan başlayır, gəlir, bax bura. Belə 4-də 1-nə gedir. Və bu məsafə 9 santimetrdir. Yaxşı, onda bu haradır? Çevrənin 4-də 1 hissəsidir də. Yəni L 2 pi r-in 4-dən 1 hissəsidir. Bu da 9-a bərabərdir. Belə. Onda demək ki, bu ilə bunu ixtisar eləsəm, pi r böl 2 bərabər 9-dur. Çünki bura 4-də 1 hissəsidir də. Oradan da r-i tapsaq, olacaq 9 vur 2 bölünsün, pi də 3-dür. Neçə eləyəcək? 6 santimetr olacaq. Və əqrəbin uzunluğu elə onun cızdığı çevrənin radiusudur. Yəni, əqrəbin uzunluğu onun cızdığı çevrənin elə radiusudur. Yəni, tapdığımız cavab elə doğru cavabdır. Yəni, 6 santimetrmiş əqrəbin uzunluğu. Deməli, kütləni veriblər. Bu əzbər düsturdur da. Tərpənməz blokda mc bölünsün, f vurulsun 100%. Çünki qazanc yoxdur. Oradan da f istəyir bizdən. 100 mc böl 70. 10, 35, j10 bölünsün 7. İxtisarımızı aparsaq cavab olacaq 500. Tərpənən desəydi mc böl 2f vurulsun 100% olardı. Sürətin zamandan asılılığı verir. Neçənci saniyənin sonunda cismin kinetik enerjisi 64 olar. YK-nın 64 olmağını istəyir. YK 64-dürsə, həmin anda sürət neçədir? Özümüzə bir bu sualı verək. MV kvadratı böl 2 bərabər 64. V-nin kvadratı bərabər olacaq 64 vur 2 bölünsün M-dəki 500 qram, yəni 0,5 kiloqram. Bunu hesablayaq. Buradan sürətin 16 olduğunu tapırıq. Aha, neçənci saniyənin sonunda cismin kinetik enerjisi 64 olar. Sürəti 16 olmalıdır. Gələk bura baxaq. Baxaq görək neçə saniyədən sonra sürət 16 olar. Bizə sürətin 16 olduğu an lazımdır. Bax bura. Əgər 5 saniyə sonra sürət 4-dürsə, neçə saniyə sonra sürət 16 olar? T bərabər olacaq 5 vur 16 böl 4. 20 saniyə. Bura deməli 20-dir. 20 saniyə sonra artıq sürətimiz 16 olacaq. 20 saniyə sonra sürətimiz 16 olacaq. Ona uyğun da kinetik enerjimiz 64 olacaq. Burada qazancları tapmalıyıq. Gəlin baxaq. Bax. Bura F-dirsə, eyni ipdə eyni gərilmə olur. Burada F-dir. Bu bir dənə ipdir də. Burada F-dir. Onda bura nə düşür? 2F düşür. Yəni burada 2 dəfə qazanc var. Sonra bura F-dirsə, burada F-dir. Onda bax, bura neçə F düşür? Bax, bura F, F. Bura neçə F düşər? 2F düşər. Sonra eyni ipdə eyni gərilmə olduğu üçün burada yenə 2F düşər. İndi bax, yükü saxlayan iplərə bax. Gördün? 3F saxlayır. Yükü ona görə 3 dəfə qazanc verər. Bura bax, hamısı eyni ipdir. Bax, düz. Bura qədər eyni ipdir. Deməli, hamısına elə həmin oradakı F-i düzə bilərsən. İndi bax, gör cismi. Bax, bu cismi neçəsi saxlayır? 4 dənəsi. Ona görə 4 dəfə qazanc verir. Bu cismi 4 dənəsi saxlayır. Bu çubuqla bağlanıb 4 dənəsi. Sonra D variantı, bax, bu düz bura qədər eyni ipdir. Deməli, burada F düşür, burada F düşür. Onda bura 2F düşür. Bax, bu da bu ilə eyni ipdir. Ona görə burada 2F düşəcək. Bəs bura 4F düşəcək. Ona görə 4 dəfə qazancdır. Bu da ki, tərpənməz blokdur da. Yəni, qazanc vermir elə. Qazanc verməz. İndi uyğunlaşdıraq. 2 dəfə qazanc verənlər A variantıdır. 4 dəfə qazanc verən D variantıdır. Bir də C variantıdır. 3 dəfə qazanc verən B variantıdır. Deməli,
V x-in t-dən asılılığı. Daha doğrusu və y-in, çünki şaquli atılıbsa y oxu boyunca hərəkət baş verir. X oxu boyunca hərəkət yoxdur. Hərəkət y oxu boyunca baş verir. Yerdən atıblar da. H maksimal 20-dirsə, bu cismi neçə ilə atıblar? V0 bərabər olacaq. Kökün altında 2J H maksimal. Buradan hesablasaq, elə V0-ı da biz alacağıq 20. Bəs T qalxması neçədir? V0 böl J-dən də tapa bilərsən. Kökün altında 2H böl J-dən də tapa bilərsən. T qalxması bərabər olacaq. 20 bölünsün 10, o da eləyəcək 2. 2 saniyə. Onda T uçuş neçədir? T uçuş 2T qalxmadır. O da eləyəcək 4 saniyə. Belə. Şaquli yuxarı hərəkət necə hərəkətdir? MC aşağıdır. Aha. Sonra bu müəyyən hündürlüyə qalxır. Orada bir an dayanır, sonra qayıdır, təzədən düşür. Düşəndə isə MC aşağıdır və cisim də aşağı hərəkət edir. Ona görə də düşəndə yeyinləşən, amma qalxanda yavaşlayan bir hərəkət olur. Yəni qrafikimiz olacaq bu şəkildə. Başlanğıc sürətimiz olacaq 20, qalxma müddətimiz 2, uçuş müddətimiz 4. Belə. Modulu deyir. Modulu deyirsə, onda mənfiyə düşməyəcəyik. Moduldan mənfi olmur, mənfi çıxmır. Deməli, belə olacaq. Belə yavaşlayan, sonra yeyinləşən. Proyeksiyanı nəzərə almayacaq. 20 ilə atıblar, 2 saniyə və 4 saniyə. Burada 0. Belə bir qrafik istəyirsiniz də. Bu da proyeksiyasıdır. Sıxlığı deyir, suyun sıxlığından böyük olan cisim ən kəsiyinin sahəsi S bərabər 20 cm kvadratı olan silindrik qabdakı suya salındıqda suyun səviyyəsi 4 cm dəyişir. 4 cm deməli suda yer dəyişmə baş verir. Bilirsiniz ki, cismi suya salında cisim öz həcmi qədər mayini sıxışdırıb çıxarır. Cismin kütləsi 300 qramdır. Ən bərabər 300 qram. Çevirməni hələ ki eləməyək. Qabın oturacağı tərəfindən cismə edilən reaksiya qüvvəsini eni hesabla. Deməli, cisim batıb qalıb. Reaksiya qüvvəsini istəyir. Bu reaksiya qüvvəsidir. MC ağırlıq qüvvəsi var. Bir də F Arximeddə var da. Mayedir axı. Mayədə F Arximeddə təsir edəcək. Deməli, biz burada cismin həcmini tapa bilərik. V bərabər SH-dan. Çünki cisim öz həcmi qədər mayini səviyyəsini qaldıracaq. Özünü yer eləyəcək orada. 20 cm-in kvadratını vuraq 4 cm. Bu da 80 cm-in kubu verəcək bizə. Və bunu da metrin kubuna çevirmək lazımdır. 1 metr 100 cm-dir. Ona görə 10 üstü mənfi 6-ya vurmalıyıq. Bax, 10 üstü mənfi 2-nin üstündə 3. Kubu deyir çünki. Bu belə. Həcmi tapdıq. İndi tarazlıq şərtini yazaq. Bax, yuxarı doğru reaksiya qüvvəsi var. Bir də F Arximed var. Aşağı doğru MC var. Tarazlıq halında N üstə gəl F Arximed MC-yə bərabər olmalıdır. N də bərabər olacaq MC minus F Arximed. İndi biz F Arximedi də hesablamalıyıq. Rho maye V cisim J. Mayenin sıxlığı 1000-dir. V cisim 80 vurulsun 10 üstü mənfi 6-dır. J də 10-dur. Bu eləyəcək 0,8 Newton. Bunu tapdıq. Kütləsi neçədir cismin? Verməyiblər onu da. Kütləni veriblər 300 qram. 0,14 kiloqram J 10-dur. Minus 0,8. Deməli, 3 çıxılsın 0,8. Bu da olacaq 2,2.